Salam kanalımın qonaqları və abunəçiləri. Sizə daha bir növ nümayiş edirəm. Növün adı Padarak Nisvitayadır. Ətirli bir üzümdür. Artıq rəngini alıb, şəkərini toplayıb, muskatın yığıb. Gilənin ölçüsünü təsəvvür etməyiniz üçün 20 qəpiliyin yanında sizə nümayiş edirəm. 20 qəpilik böyüklüyündə gilələrdir. Bu meynənin iki qolu vardı. Bir qolunu Padarak Nisvitaya kimi saxlamışam. Bir qolunda da bu yerində bu il calaq vurmuşam. Calaq tutub, orta ölçüdə də siqnalka verib. Bu növün adı pozitivdir, Kalugian seleksiyasıdır. Padarak Nisvitaya ise çok güzel bir üzümdür. Bir xüsusiyyəti var ki, gilələri ağır olur. Başqa növlərə baxanda gilələri bir qədər ağırdır, salxımları bir qədər ağırdır. Yəni bu böyründə salxım təxminən 1 kiloya yaxın çəki verir. Padarak Nisvitaya növü.